Değerli izləyicilər, Bərdə maşın bazarındayıq. Videomuzun ikinci hissəsi. Havada çox istidir. İzləyicilərdən də xahiş edirik videomuzu bəyənsinlər. Satıcıları tapa bilsək sizlər üçün maşınlar göstərəcəyik. Qardaş, xoş gördük sizi Bərdə maşın bazarında. Salam, xoş gəlmisiniz sizdə. Təşəkkürlər. Deyəsən bizim kanalın izləyicilərindən siz eləmi? Bəli, bəli. Buradan da bütün izləyicilərə salam göndərirəm. Bəli, Allah bəli, sizləri var eləsin. Yaxşı ki varsınız. Sizlərin sayəsində buradayıq biz də. Canım sağ olsun. Buyurun, 99 maşını gətirmisiniz. Bəli, bəli. 2001-dir ili. Motor 1.5-dir. Normal Samara motoru. Nə vaxtdan sizdədir maşın? Bizdə 2 ilə yaxındır məndədir. Aformut, etibarnamə. Bəli, Aformutdur. Öz adınız olan bəli, maşın. Öz adımadır. Texniki baxışı, sığortası. Var, hələ var. Yəni sığorta təzə olunub, 2 aydır. Yəni, Amma maşına heç baxmamısınız deyəsən. Maşın bu vəziyyətdə alınıb. Yəni düzdür, xada boyuna biraz xərc çəkilir. Yəni inşallah qismət olsa bunu satıb daha üst. Daha yaxşı maşın almalısınız. Bəli, bunu bəli. yığdırmaqdansa daha yaxşısını almaq. Bəli, bəli, bu bunun üstündə öyrəndiyinizdə maşın sürməyi, maşının problemlərini. Bəli, ilk maşınımdır. Yəni gözəl maşındır, gedişinə söz ola bilməz. Allah alana da xeyir versin, qabaqdan satana çəkən da. maşındır. Mühərrikdə vəziyyət necədir? Mühərrik yaxşıdır, yağ yeməsi yoxdur. Yığdırmamısınız ki? Xeyr, xeyr. Motor bir dəfə açılıb, o da məndən qabağa. Yağ azaltma səs yoxdur. Xeyr, xeyr, elə şeylər Karabka yoxdur. yaxşıdır. Karabkada da atma, vurma, gecikmə, elə şeylər yoxdur. Şubludur. Yəni 0.15 karabkası gedir, 25-0.15. Öndə vəziyyət necədir? Peredokda. Öndə yaxşıdır. Qranatlarda səs yoxdur. İlk kol qranatlar, kulniklər zət sağlamdır. Yəni bunlar da ayrı Ekran. şaraboydur. Ekran Yəni, yaxşıdır. Ekran da bəli, zavodskoydur. Sağ tərəfdə biraz işlənmə var. Ya da çürük olduğuna görə. Yəni qalan vəziyyət budur. Təkərlər amma yox vəziyyətində. Təkərlər bəli, təkərlər qismət. Elə bununla mı işlədirdiniz? Yoxsa indi satışa gətirdinizdə təzələr çıxartdınız? Xeyr, xeyr. Yəni qismət olsa satanmasaq, bizdə qalsa bəli, təkərlər dəyişəsiyik. Yəni məcbur. Yəni bu təkərlərlə sürmək olur. Təkərlər yeyilib gedib. Altı yaxşıdır. Çürüyüb pası. Çürüyüb pas çıxarılıb. Sadəcə bu gördüyünüz qapılar da, kırlolar da, kırlo ətəklərdir. Yəni bu vəziyyətdə yəni görünən beldir, salamatdır, kapotdur, arxa kapotdur bunlar. Sağlamdır yəni. Bu hissələri düzəltmək olarmı yoxsa gərək krel falan dəyişsin? Bunlar dəyişilsə daha yaxşı olar. Yəni şpakovka vurmaqdansa dəyişdirək. Bəli, bəli. Həm də daha ucuza başa gəlir də. Biri 45-50 manatdır bunların. Başqa dəyişilən nələri var bunların? Başqa demək olar heç nə. Hər şey özünündür. Yəni o hissələri yaxşıdır. Bu ancaq bu kreldədir, arxa kreldədir, nəsə problemlər. Bu üstdən çıxmadı. Bundan əvvəlki krilo daha biraz çürük idi. Ona baxanda biraz yaxşıdır deyə müvəqqəti olaraq bunu. Şüşələr yaxşıdır. Qırıq səthi yoxdur şüşələr. Şüşələr özünündür. Şüşələr yaxşı. Zavodskoydu, bəli, şotkalar. Yan şüşələr də əllə qalxır, yan şüşələr. Bəli, bəli, mexaniki idarə olunur da. Yəni hamısı. Şitin üstündə bir neçə yerində çatları var. Oturacaqlarda da yeyilmələr var. Bəli, Çıxolsansa, hə. Zavod radno çıxollarıdır. Bizə alan əsas qiymətidir. Qiymətini öyrənək bilək də. Qiymət, yəni real alıcı olsa 2.6-ya razılaşmaq olar. Endirim eləsək bəs? Yəni 2.6-yı mən endirimli qiymətini deyirəm. Sonuncu qiymətini deyirsiniz. Yəni bəli, sonuncu qiyməti odur. Yəni bəlkə biraz zazor qoyaq, 1.2.5, 2.4. Maksimum 2.5-ə düşə bilərəm yəni. 2.5-ə hə düşmək olar. 2.5-ə düşmək olar çünki ondan o tərəfə. Hə yox, biz təklifimizi eləyirik də yəni. Əlbəttə ki, buyurun, bəli, haqlısınız. Bir əlaqə nömrəsi də deyin. 050 546 08 20. Hansı rayondasınız? Şəki rayonundan. Uğurlar arzu edirəm qardaşım. İnşallah bu gün satıb gedərsiniz. İnşallah. Təşəkkürlər, sağ olun. Sağ olasın. Qardaş, Allah xeyir versin. Çox sağ ol, çox sağ ol. Mercedes Y-Class, 4 göz. 4 göz, bəli. 2-2 Buyurun. Maşınımızın ili 99-dur, 2000 modelə yığılıbdır. 2-2 sedaydır. Motor təzə qoyulub, benzin silinmə yazılıbdır. Texpasport öz adımızadır. Texmotor sığortası olunubdur. Təkərlə belə, xardavoyla belə. Yəni maşında xərc söhbəti yoxdur. Bir dənə konserninə qaz vurulmalıdır, vəssalam. Ayrı bir xərc tələb. Nə vaxtdan texpasport öz adınızadır? Azı 3 il olar. 3 il içərisində mühərriksiz dəyişdiniz, eləmi? Bəli, bəli. Öz mühərrikindən yoxsa fərqli mühərrikindən? Özünkindən yox, xeyr. 2-2 sedaydır. Sənəddə qeyd olundu sənəddə. Benzin silinmə yazılıb öz adımızadır. Kubu neçədir mühərrikin? 2-2 sedaydır. Motor, karabka, difer hamısı saz vəziyyətdə. Hə, indi yaxşıdırlar. Yağ azaltma səs yoxdur. Heç nə, heç bir şey. Karabkanın atması səsi. Heç nə. Hər bir şey yaxşı vəziyyətdə. Difer necədir? Qəşəng, hamısı yaxşı. Altında vəziyyət, kolunda. Heç bir problemi yoxdur. Xardavoy təzə yığılıbdır. Çürük çarə yoxdur. Bütün yağlanıb yığılıb. Peredokda səs-küy yox. Heç nə yox. Təkərlər yaxşı. Təkərlər də 4-ə təzədir. Yaxşıdır.
Yəni maşın heç bir xərcləmə eləmir. 30 sürür. 105-li saleyka yandadır. Qapı, krel, kapot nə dəyişilib? Bizdə heç nə dəyişməyibdir. Nədirsə budur. Atam adına da atam maşınıdır. Allah can sağlığı versin. Çox sağ ol. Kosmetik işləri yoxdur ki? Xeyr, xeyr. Şüşələr yaxşıdır. Şüşələr hamısı podiyomlu qapı yenir. Ön alın şüşəsində bir cədən çıxdağı var. Ola bilər, nəsə daşdır. Hə, dördü də düymə ilə Bəli, deyirsiniz. dördü. Şiti təmiz. Oturacaqlar çuxolludur. Altı Parçadır. 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 Salamat hamısı. Luku da var hətta maşınımızın. Belə də normal maşındır. Kondisioner yaxşıdır. Yoxsa Kondisioner- deyirsiz qazı Bir dənə yoxdur. qazı yox. Qaz vurdurup verəyim kim alsa. Belə də normal maşın, qiyməti də əsas. 11800 mata deyirəm. Alonso razılaşarıq. 11200, yəni 11300 təklifi gəlsə nə deyək? Razılaşarıq. Əsas o da əlaqə saxlasınlar. Bəli, bəli. Telefon nömrəsi xatırla. 050 420 82 80. Hansı rayon? Ağdam. Uğurlar arzu edirəm. Çox sağ ol, minnətdaram. Allah razı olsun. Siz də sağ olun. Alt hissəsində qaldır. Bir də bunu ört. Burada nəsə var yoxsa yoxdur işte. Dəyərli izləyicilər, bax bu cavan oğlan gətiribdi 07 maşınlarını satmağa. Qaqaş, xoş gördük səni Bərdə maşın bazarında. Sağ ol. Satırsan maşını? Bəli. Buyur, məlumat ver. Bilək necə maşındır maşınımız? İli 2010-cu ildir. Bezeta bez kraska, 2-3 detanda qısa kraskası var. Maşının qiyməti 9700-dür. Bunun 6 motoru, karovka 5, difer, kardan, hər şey ideal vəziyyətdə. 150 motoru oldu, 300 manat maqnitofondur, kolonkalar, motorunda səs şeyi yoxdur. Maşının 2-3 detanda qısa kraskası var. Ay maşallah. Daha hər şeyi dedin, mənim soruşmağa ehtiyacım qalmadı deyəsən. 2010-cu ilin maşını. Bəli. Atanın maşınıdır yoxsa? Bəli. Nə vaxtdan işlədir? Bir ildir bizə. Etibarnamədirmi yoxsa öz adında olan maşındırmı? Onlardan xəbərin Etibarnamə. var? Etibarnamə ilə işlədir. Texniki baxışı, sığortası Hamısı təzə oldu. hamısı qaydasındadır. Bəli. Alandan sonra xərc çəkdi yoxsa elə bu vəziyyətdə idi maşın? Alandan sonra salon yığdırdıq. Motoruna heç baxdırmadı. Baxdırdıq. Necədir mühərrikin vəziyyəti? Yaxşı. Yağ azaltması, səsi, Heç bir şey yox. korobkası necə? Atması yoxdur ki. Heç bir şey. Diferdə səs var. Xeyr. Altını çürüyüb, pası, Xeyr, ola bilər. danqırat yerləri Ola salamatdır. Bəli. Peredokda səs-küy yoxdur ki. Ola bilməz. Təkərləri yaxşıdır. Təkərlər təzə qoyulub. Dəyişiləni deyirsən yoxdur. Kraskada oradan buradan vurulur. 2-3 detanda. Şüşələri yaxşıdır. Bəli. Qırğı çatı yoxdur ki şüşələrin. Şitin üstü çuxolludur. Ön aynalar düymə iləndir, hə? Düymə ilə qalxır. Bəli. Aparatura da var. Bəli. Bahalıdır. Bəli. Hə, maşınımızın qiymətində 9700. Bəli. Da 10000 deyərdik də bunu. Endirmə eləsək neçə? 9,5. 9-a verməyək bunu. 9000. Bütöv 9. Deyil. O qiymətə vermək istəmirsən. Bəli. Hansı rayondadır? Bərdə rayon. Əlaqə nömrəsini xatırlat. 050 579 77 00. Ay maşallah. Dostlar da varsa salam göndərik buradan. Sənin dostlarına. Var dostlar yoxsa yoxdur? Var. Allah canlarını sağ eləsin. Sağ ol. Sağ olun. Ört. Dəyərli izləyicilər, Bərdə maşın bazarındayıq. Bu cür maşınlardır. Burada çoxu sovet maşınlarıdır. Siz də maşın almaq, satmaq istəyirsinizsə, buyurub gələ bilərsiniz. Allah xeyir versin. Çox sağ ol. 06 maşını satırsınız. Bəli. Buyurun, məlumat verin bilək necə maşındır maşınınız? İli 96-dır. Karovkası 4-dür, motoru 06-dır. Diferində heç bir problem yoxdur. Heç səs-küy, vəbşi sıfır, heç nə yoxdur. Normal vəziyyətdədir. Çoxdan işlədirsinizmi? Bir ay olar. Texniki baxışı, sığortası. Texniki baxışı, sığortası yanvara qədərdir. Etibarnaməsi. Etibarnaməsi 8 ay.
Alandan sonra xərciniz olubdu mu maşına? İstər-istəməz olur da, mümkün deyil ha. Motorunu yığdırmamısınız ki? Yox, normal vəziyyətdə adamsın. Yağ Gözəl. azaltma yox deyirsiniz, Yox, səs heç bir yaxşı. şey. Yox, heç bir şey. Karobka 4, Karofka 4. atma səs yoxdur. Heç bir şey. Difer yaxşı. Çiçək kimidir. Altında vəziyyət necədir? Polunda Gözəl. çürüməsi yoxdur Heç ki? bir şey, yox, heç bir şey. Danqrat yerləri el biləm salamatdır. Hamısı salamatdır, dördü də. Polu, hamısı gül kimidir. Aha. Peredokda səs-küyü yox. Heç bir şey. Təkərlər yaxşı. Hə, 5 şum kolunub, bir dənə içi başında səs-küyü yoxdur. Salon ruşkalar hamısı əl işidir. Hə, mebellə yığılıb. Mebellə Deyirəm taxta ilə yığılıb, daha hə. doğrusu. Maşınımızın dəyişilənləri, qapı, krel, kapot, Bir dənə qabaq sol krer. qalanları zavodunkiler. Bəli. Kosmetik işi yoxdur elə bilirəm. Yox, hazır vəziyyətdədir. Şüşələr yaxşıdır. Gözəldir. Bir dənə çırtdaq görürəm Yox, tamam yox. şüşəsində. 2 dənə çıxılı çırtdağı var. Şitin üstündə də nəsə yapışdırıblar ləkəsi. Hə, qalıb. telefon qoyublar ora. Oturacaqlarda da bir ikisində çatı var, amma yaxşıdır. İçərisi maşınımızın qəşəngdir. Belə də maşınımız yaxşı maşındır. Əsas qiymətidir. 5800 manata deyirəm, razılaşma yolu var. 5800. Bəli. 5-5-ə, 5-4-ə istəyən olsa. Yox, son fikrim 5600 manat. Əlaqə nömrəsini xatırladım. 050 300 04 86. Bərdiyə gəlsinlər. Bəli. Uğurlar arzu eləyirəm. Çox sağ olun. Siz də Allah sağ olun. köməyiniz olsun. Sağ olun. Qardaş, Allah xeyir versin. Sağ ol. 015 deyilən maşınımız. Bəli, bəli, 015. Buyurun, məlumat verin. Bilək necə maşındır bu maşın? Qardaş, maşın təmiz maşındır. Yəni bez detal maşındır. Dəyişilən hissəsi yoxdur. Yəni göz qabağında. İli neçədir, İlyan ilin maşın. deyək? 2004-ün 015-idir. Nə Təkərlər vaxtdan təzə, sizdə? motor çiçək kimi, karabka çiçək kimi heç bir problemi yoxdur. Daha vaxtdan da bir 8-9 ay bizdədir. Etibarnamə ilə işlədirsiniz, yoxsa Bəli. formutdur? Və etibarnamə ilə də bir da vermişəm. 1 illik idi, hə? Generalını da vermişəm. Vaxtına var mı yəni deyirəm? Vaxtına hə, bir hardasa 3 ay var. 3 ay. Texniki dörd ay. baxışı, sığortası. Hamısı dekabrakən keçib. Alandan sonra xərcləriniz nə olub? Nə düzəltdirmisiniz? Alandan sonra xərclərimiz isə yüngül var, təkər almışam 4 dənə. Bir də yüngül var, elə belə şeylərini dəyişdirmişəm. Hələ Motorunu yığdırmamısan, mühərriki. mühərrikin əbəkin prokladkası zaten yüngül var işlər gördümşəm. Da yəni motor hələ zbor motor dağılmayıb, yığdırmamış. Yağ azaltması, Heç səsi, heç bir şey yox. karobkası necədir? Karabkası da qaymaq kimidir. Atmağı yoxdur ki. Heç bir atmağı, heç nəyə yox. Qranatların səs-küyü necə? Qranat heç nə yoxdur. Qranat Perodokda ümumilikdə səs yoxdur ki. yoxdur, yox. Ekranda vəziyyət necə? Ekranda elə belə ana İş olubdumu? iş olub yüngülvari, hələ ciddi iş yoxdur. Yüngülvari elə bil oradan o uş qulaq olan yerindən işləni var. Təkərləri yaxşıdır. Təkərlərin dördündə təzə alıb qoymuşam da bir göz qabağına. Altında vəziyyət necədir? Polunda. Altında tərtəmiz. Çürüyüb, fası, yox, zədəsi. Yox, heç bir deşiyi, çürüyü də yox. Detallarından hansılar dəyişilib? Qapı, krel, kapot. Valla detal dəyişilməyib, maşın kraskalanıb. Tam kraskalanıb. Hə. Kosmetik işi var hazırda. Hazırda kosmetik bir dənə buferlərində yüngülvari kosmetik işləri var. Şüşələri yaxşıdır. Hamısı qaydasında. Bir Dağı dənə var elə bilirəm alın bir dənə şüşəsində. arxa şüşə, arxa buferi elə bil kraskanın deyib, bir də qabaq buferində. Bir də burada gördüyünüz kimi Hə, işlər bu var. ferlərində çiçəyimiz. kraskalar, qoppaları Hə, var. bir dənə buferlərində kosmetika işi var. Qalan belə normal. Hə, şüşələrdəki dediyimiz kimi ön alın şüşəsindədir zədə. Yan şüşələr düymə iləndir, işləyirlər. Ham podyumniklə qalxır yenir, bəli. Şitin üstü təmizdir. Təmizdə çatım-atı, sizdən yalan çıx olamsız, cırığı-mırığı heç Sürücü nə. tərəfdə bir balaca nöqtələr var. Yəni yaxşıdır, Normal. oturacaqlar da normaldır. Əziyyət çəkməyəsən, gəl əsas qiymətindir. Valla qiymət son fikrimiz 5-7-dir. 5-7-dən aşağı düşməyək. 5-4-ə, 5-3-ə verək bunu İndi getsin. real alıcı olsa düzəlişərik. Hələ yaxşı pul sayın olsa 5-ə də vermək olar, hə yoxsa? Ya 5-ə yeri yoxdur. Yaxşı Beşə- endirim eləyirdik. Dedim bəlkə 5-ə gəlir. Ya 5-ə düz. Əlaqə saxlasınlar da bir nömrə deyən qoy zəng eləsinlər. Nömrə 051 443 7043. Hansı rayondasınız? Taxtakör, Laçın rayonu Taxtakörpü qəsəbəsində qalır. Ağcabədi ərazisi. Hə, da Ağcabədi arası Taxtakörpü. Uğurlar arzu edirəm qardaş. Ya, Sağ olun. Sağ olun. sağ olun, siz də sağ olun. Dəyərli izləyicilər, bax belə 190 Mercedeslər də var. Kimlərsə istəyirdi məndən. Düzdür, sahibi məlumat vermək istəmir, yəni biraz utanır. Bax bu cür maşındır. Qardaş bunun ili neçədir? 92-nin maşınıdır. 2 motordur, benzin motordur, avtomat korobkadır. Kondisioneri yoxdur ki. Lüku var, içərisi də normaldır.
Qiyməti neçə deyirsən? 5900-ə deyir. 5500 sayın olsa aparsın. 5600-ə. 5600-ə də deyir alıb apara bilərlər. Maşınımız normal görsənir. Hansı rayondadır qardaş? Maşın da Bərdədir. Bu içərisini elə göstərim də sizlərə baxın. İçərisi də bu cür. Bir dənə də var elə burada böyük tərəfdə də bir dənə. Qardaş bu da sizdikdir. Mexanikadır 92-dir. Motorun gücü nədir? 2 motordur bu da. Konser var bunların hansındasa? Heç birində konser yoxdur. Ha, bunun rəngi maraqlı rəngi var ha. Rəng zavod rəngidir yoxsa dəyişilib? Bunun da içərisi bu cür. 5800'dür bu. 5-5'ə. Elə bunu da 5. O neçə dedi o birisini? İkisini də eyni qiymətə vermək istəyirsən. Qardaş ikisini də deyir eyni qiymətə vermək istəyirəm. Qardaş gəl bir dənə də telefon nömrəsini deyinəm, ola bilər ki kimsə istəyər ha. 190 axtaranlar. Qardaş 051 306 62 25. Gəlsinlər Bərdiyə. Bəli. Uğurlar arzu edirəm qardaş. Siz də sağ olun. Dəyərli izləyicilər, bu cür dörtgöz Mercedesdir. Qaqaş gətiribdi satışa. Xoş gördük qaqaş. Nətərdir vəziyyətin? Yaxşısanmı? Dörtgözü satırsan? Bəli, satırıq. Buyur, məlumat ver elə biz də göstərək görək necə maşındır. Maşınımız 96-cı ildir. 1996. 2-3 sadə motor. Vuruqsuz, udarsızdır, kraskası da dəymikdə. Super bir vəziyyətdədir maşın. Maşınımız da göz qabağındadır. Buyurub baxa Nə bilərsiniz. vaxtdan sizdədir maşınımız? Hə? Nə qədər vaxt maşın? Olar, çoxdan olar. Sənədləri necə? Sənədlər hər şey qaydasındadır. Heç bir problemi də yoxdur. Kapotun qaldır bir motorxanasına da baxaq. Motorxanadır. Motorun gücü neçədir? Kubu? 2-3 sadə motordur. 2-3 benzin olar da. Hə, benzin. Nətərdir vəziyyəti motorun? Yağ azaltması, səsi çox deyil ki. Yox, problem zad yoxdur. Hər şey yaxşıdır vəziyyət. Örtgən kapotunu ört, keçək arxaya. Bu maşınımızın arxa görünüşü. Çək. Bagajını da göstərəkmi? Niyə göstərmək? Göstərək. Arkada görüntü kamerası da var deyəsən. Hə, hər şeydir. Bu altın qaldır görək, altında vəziyyət necədir? Vəziyyət hər şey yaxşıdır. Bulunma kimi də üstündədir. Aha, örtdünə bunu. Bir də maşınımızın altına baxaq görək, altında nə tərdir vəziyyət? Hər şey yaxşı. Pası. Baxın. Sürük, pas, heç bir şey. Bu da maşınımızın altı. Arxa təkərləri. Bu maşınımızın arxa oturacağını göstəririk. Düymə ilə də ha, işləyirlərmi görən? Bəli, işləyir. Zaman qaçıranda işləyirlər. Dəri salondur ha maşınımız. Luku da var. Luk da var, hər şüşə şey luk də var. özdə hətta. Oturacaqlar, arxa oturacaqlar yaxşıdır. Hə. Çək. Da maşınımızın sürücü oturan hissəsi. Şütün üstündə bir dənə çatı var. Sərnişin tərəfdə. Orada çat var. Monitoru var, avtomat karovka. Bir dənə bax bu hissəsində zədəsi var oturacaq. Bəli, bir dənə orada silikdə zədə var. Hə, dəyərli izləyicilər, maşınımızı çəkdik, göstərdik. İndi qaqaş maşınımızın qiymətini desin bizə. Maşının qiyməti 8800-ə deyirik. Real alıcı ilə də razılaşmaq olar və əlaqə nömrəsini də sizə deyə bilərik. Deyin, əlaqə nömrəsini deyin. Əlaqə nömrəsi bircə dəqiqə səbir olun. Mən pis. Hansı rayondasınız? Tərtər rayonu. Maşınımız da Tərtərdədir. Bəli. 050 Aha, de. 658 37 63. Endirim eləsək nə qədər? 8-ə vermək olar. 8-ə yox, o qədər də ola bilməz. Amma endirimi var da, Hə, eləmi? endirim eləmək olar.
real alıcı ilə danışın. Uğurlar arzu eləyirəm. Uğurlar Çox sağ arzu olun, eləyirəm. çox Sağ sağ olun.